boğaz əti olan uşaqlarda, burun və boğaz adenotanizm olan uşaqlarda ağzın pis qoxunun gəlməsi riski var. Pis burun tənəffüsü ilə yuxu apnoyası arasında nə kimi əlaqə var? Açıq sinus lifting əməliyyatı olacaqsa, buna qulaq, burun, boğaz cərrahlarının baxması, müayinə etməsi vacibdirmi? Ümumiyyətlə rinoplastikadan öncə ortodontik müalicə olunsa yaxşıdır, yoxsa ortodontik müalicə rinoplastikadan sonra icra olunsa daha doğrudur? Doktor Podkast səhifəsinin izləyiciləri, hər kəsi salamlayıram. Bildiyiniz kimi, burada biz müxtəlif ixtisaslı həkimlərlə öz aramızda tibbi söhbətlər edirik. Bugünkü buraxılışın qonağı qulaq, burun, boğaz üzrə Almaniyada ixtisaslaşmış cərrah Cavid Hüseynzadədir. Cavid doktor, ümumiyyətlə elmdə bilirsə qalitoz, ağızdan pis qoxunun gəlməsidir. Bunun bir neçə səbəbi var. Stomatoloji səbəblər var ki, ağız boşluğunda olan müxtəlif karies boşluqlarıdır, diş əti xəstəlikləri və s. Amma bəzi uşaqlarda, ən çox da uşaqlarda rast gəlinir bu. Ağız boşluğunda dişlər sağlamdır, amma ağızdan pis qoxu gəlir uşaqlarda. Bunun əsas səbəbi nə ola bilər sizin sahə üzrə? Ümumiyyətlə, ağız boşluğunda gələn pis qoxu Foter ex ora deyirik. Bunun bir neçə səbəbləri var uşaqlarda. Məsələn, davamlı şəkildə ağızla nəfəs alırsa uşaq, istər-istəməz selikli qişası quruyur ağızda və ağızdan pis qoxu gəlməyə səbəb ola bilər. Və yaxud da uşağın adenod vegetasiyası varsa dediyimiz, yəni burun udulaq hissəsində yerləşən toxumanın, limfoid toxumanın şişməsi nəticəsində tez-tez xəstələnirlər, burundan axıntı olur, burun arxa divarından da axıntılar olur. Bunlar da əlbəttə ki, pis qoxuya səbəb ola bilər. Amma biz daha böyük pasiyentlər, daha yaşlı böyük pasiyentlərə baxsaq, tez-tez birəzə müraciət edirlər ki, doktor, ağzımdan pis qoxu gəlir. Bunun da səbəbi boğaz ətimizdə olan tonzillolitlər deyirik, yəni boğaz əti daşları el arasında bunlar səbəb olurlar. Bu niyə yaranır onu deyim. Çünki əgər boğaz ətində xroniki bir proses varsa, uşaq vaxtında tez-tez xəstələnibsə və bunun nəticəsində boğaz ətində dərin ciblər yaranır və bu da sonraki müddətlərdə əlbəttə ki, yemək yedikcə yeməyin o xırda qırıntıları həmin ciblərdə qalaraq pis qoxuya səbəb olurlar. Bunun iki müalicə növü var. Birincisi, medikamentöz dediyimiz hər zaman məsləhət görürük ki, hər yemək qəbulundan sonra boğazlarını qarqara eləsinlər və yaxud da ki, fərqli boğaz əti yuyulması növləri var, onu edirlər. Əgər bunlar da effekt vermirsə və yaxud da pasiyent deyir ki, doktor, bu mənim həyat tərzimi həqiqətən də diskomfort eləyir, mənim hər zaman vaxtım yoxdur ağzımı yaxalamaq yeməkdən sonra. Bu halda biz tonzilektomiya, yəni boğaz ətinin tam olaraq cərrahi yolla xaric edilməsini məsləhət görürük. Onda doktor, belə konkretləşdirək bu fikri. Boğaz əti olan uşaqlarda, burun və boğaz adenotanizm olan uşaqlarda ağzın pis qoxunun gəlməsi riski var. Əlbəttə, ya bu da baş verir. Çünki mütəmadi olaraq ağızla nəfəs alır, ağız selikli qişası quruyur və bu da özlüyündə pis qoxuya yaramasına səbəb olur. Belə bir sual var həmişə valideynlər sonra. Neçə yaşından uşaqlara adenotanizm əməliyyatı icra etmək olar? Burun ətinin şişməsi, adenoid vegetasiyası, əlbəttə ki, uşağın şikayəti varsa, bu nədir? Xoruldamadır, ağızla nəfəs almadır, tez-tez xəstələnmədir, qulaq ağrılarıdır. Belə bir şikayətlər varsa, qulaq burun boğaz həkiminə müraciət eləyirlər. Endoskopik müayinədə burun urlağında yerləşən limfoid toxumanın nə qədər böyüməsini biz müayinə edirik. 3-cü, 4-cü dərəcələr artıq əməliyyata göstərişdir. 2-ci dərəcədə isə hər şey şikayətdən asılıdır. Bunu əməliyyatın heç bir yaşla əlaqəsi yoxdur. Yalnız şikayətə bağlıdır. Bunu mən hər zaman valideynlərə deyirəm. 1 yaşlı uşaqda əməliyyat etmişik, 15-16 yaşlı pasiyentlərimiz də olub. Burada hər şey bilavasitə şikayətə bağlıdır. İkinci boğaz ətindən danışırıqsa, guideline-a görə boğaz əti
6 yaşlı uşaqlarda bu Almaniyadakı protokolda 6 yaşlı uşaqlarda biz tonzillotomiya edirik. Bu nədir? Boğaz ətinin həcminin kiçilməsidir. Tam götürülmüş. Tam götürmürük çünki qanaxma riski yüksək olduğundan və bunlar uşaqlar olduğundan o yüzdən tonzillotomiya edilir və yaranın da sağalması daha tez bir zamanda gedir. 6 yaşdan yuxarı isə ildə 5-6 dəfə antibiotiklə müalicə olunan tonzilit varsa, bu halda tonzilektomiya göstərişi var. Doktor, adenotonzillər haqqında məlumat verdiniz. Yeri gəlmişkən, burun-boğaz ətinə əlaqəli uşaqlar pis tənəffüs, burundan pis tənəffüs edirlər, nəfəs alırlar və ağzı açıq yatırlar. Ümumiyyətlə, burunla nəfəs alan uşaqla ağızla nəfəs alan uşağın gələcəkdə nə kimi deformasiyalar gözləyir? Əlbəttə ki, biz hər zaman bunu deyirik, bütün xəstələrə burunla nəfəs almaq mütləqdir, əsasən də uşaqlara. Çünki burunla aldığımız hava nəmlənir, təmizlənir və filtrasiya olaraq isinərək ağciyərimizə gedir. Bu proseslər ağız boşluğunda olmadığından ağızla aldığımız hava ağciyərə gedirsə, uzun müddətdə bu əlbəttə ki, uşaqlarda xüsusilə də ciddi bir problemlərə, ağciyər xəstəliklərinə gətirib çıxara bilir və uşaqlar tez-tez xəstələnirlər. Xroniki burun tıxanlığı nəticəsində uşaq ağızla nəfəs almağa alışır. Bunun da çox pis nəticəsi olur. Belə ki, uşaq daima ağzı açıq qalır. Biz belə uşaqlara hətta faciə adenoidli üzlü uşaq deyirik. Bununla da yanaşı bu dilin aşağıda yerləşməsinə, damağın daralması və alt çənənin geridə qalması ilə nəticələnir. Bu da əlbəttə ki, uzun müddətdə uşağın inkişafında, uşağın üst skeletinin inkişafında da bəli deformasiyalara gətirib çıxardır və diş sırasının da pozulmasına gətirib çıxardır. Bu yüzdən də biz belə uşaqları mütləq şəkildə əməliyyata götürürük ki, bu kimi fəsadlarla qarşılaşmasınlar. Ağız boşluğu və qulaq, burun, boğaz orqanları bildiyiniz kimi qonşu orqanlar olduğuna görə və biz stomatoloqların ən çox əməkdaşlıq etdiyi həkimlər qrupundan biri də məhz qulaq, burun, boğaz həkimləridir. Ən çox rastlaşdığımız ağırlaşmaz məhz Haymer boşluğunun olan iltihab proseslər və yaxud da Haymer boşluğunun olan perforasiyalardır ki, bu da stomatoloji müalicələr zamanı tez-tez rast gəlinən bir ağırlaşma növüdür. Doktor, sual vermək istəyirəm ki, diş infeksiyalarından yaranan odontogen sinusitlər, haymaritlərin nə kimi ağırlaşması, fəsadları ola bilər və bunun qarşısı necə alınmalıdır? İnsanda 4 cür, yəni 8 ədəd burun ətrafı cibləri var. Bunlar sinus maxillarisdir, yəni yuxarı çənədə yerləşən Haymer boşluğu kimi dediyimiz alın cibləridir, frontal ciblər, etmoid cibləridir, gözlərimizin orta hissəsində belə götürək və sfenoiddir ki, burnun arxa tərəfində yerləşir. Stomatoloqlarla bizim birgə patologiyaları olan sahə isə Haymer boşluğu dediyimiz sinus maxillarisdir. Haymer sinuslarında önəmli məqam odur ki, onun döşəməsi ağzımızda yerləşən 6-cı, 7-ci böyük azı dişlərinin kök uclarına çox yaxın olduğundan bu sahədə, bu dişlərdə olan hər hansı bir iltihabi proses olsun, travmalar olsun və yaxud da ki, ekstraksiyalar, dişin çıxarılması, əlbəttə ki, bu patologiyalar hamısı özünü də bu boşluqlarda birüzə verə bilər. Bu yaxınlıq səbəbilə də dişlərdə baş verən hər hansı bir infeksiyalar olsun, hər hansı bir iltihabi proseslər, travmalar və yaxud da diş ekstraksiyası, yəni dişin çıxarılmasının sonrasında baş verən hər hansı bir patologiyalar əlbəttə ki, özünü bu boşluqlarda patologiya olaraq göstərə bilər. Bildiyiniz kimi, müasir dövrdə dişsizliyin aradan qaldırılması üçün dental implantlardan istifadə olunur və üst çənədə implant yerləşdirən zaman çox vaxt həkimlər bilmədən və yaxud da düzgün kompüter tomoqrafiyada planlama aparmadan Haymer boşluğunda perforasiya edirlər, Haymer boşluğuna düşür implantlar. Yəqin ki, siz qulaq, burun, boğaz cərrahı kimi stomatoloqların belə deyim də gizli görmədiyi tərəfdən görürsünüz implantları, Haymer boşluğunu. Bəzən sinus liftinglər, açıq sinus lifting, yəni
sinus boşluğunu, Hammer boşluğunda dabanı qaldırmaq, sümük səviyyəsini artırmaq üçün olunan əməliyyatdır. Sinus lifting edəndən sonra ağırlaşmalar baş verir, bəzən əməliyyat vaxtı perforasiyalar baş verir. Doktor, ümumiyyətlə bir stomatoloqlara tövsiyə kimi, əgər sinus lifting, açıq sinus lifting əməliyyatı olacaqsa, buna qulaq burun boğaz cərrahlarının baxması, müayinə etməsi vacibdirmi? Burada bir məqamı qeyd eləyək ki, istər implant yerləşdirməmişdən öncə, istərsə də sinus liftingdən öncə mütləq şəkildə anamnez toplanılmalıdır və burada pasiyentin şikayətləri təkcə ağız boşluğunda deyil, eyni zamanda ağız boşluğunun ətrafında yerləşən orqanlarda da olan bir patoloji proseslər qeydə alınmalı, nəzərdə tutulmalıdır. Bu nədir? Əgər xəstənin burnunda axıntı varsa və yaxud da xəstələndikdə burun ətrafı ciblərdə gərginliklər varsa və yaxud da ki postnazal drip sindrom dediyimiz burnun arxa divarından axıntı varsa, belə bir şikayətlər varsa mütləq şəkildə pasiyenti qulaq burun boğaz həkimi tərəfindən konsultasiya olunması, müayinə olunması vacibdir və bir çox hallarda da kompüter tomoqrafiya, yəni burun ətrafı ciblərin kompüter tomoqrafiyası olunması məsləhət görülür. Əgər bu kompüter tomoqrafiyada və yaxud da qulaq burun boğaz həkimi tərəfindən müayinə zamanı hər hansı bir patologiya aşkarlanıbsa, bu nədir? Məsələn, burunda olan poliplər və yaxud da ki, osteomiyatal kompleks dediyimiz kompleksdə hər hansı bir pozuntunun olunması varsa və yaxud da kompüter tomoqrafiya zamanı burun ətrafı ciblərdə, sinus maksillarisdə selli qişanın şişkin olması, xroniki bir prosesin olması və yaxud da siz bayaq söylədiyiniz kimi hər hansı bir yad cismin olması bu implant nəticəsində bunlar əlbəttə ki, ilk öncə qulaq burun boğaz həkimi tərəfindən müalicə olunmalıdır. Burada sinus maksillarisin müalicəsi dedikdə bugünkü gündə daha müasir yolla endoskop üsulla eləyirik. Çünki sinus maksillarisə iki giriş imkanı var. Birincisi Caldwell Look dediyimiz əməliyyat texnikasıdır ki, ağız daxili edərək o daha radikal olur. Çünki burada sümüyün hissəsini osteotomiya etməklə sinus boşluğuna girirsiniz. Bugünkü gündə daha müasir yolu var. Bu endoskopla burun daxilindən keçərək çöldən heç bir kəsik atmadan, çünki çöldə ağız boşluğuna atdığımız kəsiklər əlbəttə ki, sonrasında həm yara sağalması daha uzun proses gedir və yaxud da orada yaranan hər hansı bir çapıqlar olsun, bunlar sonraki müddətdə ciddi də fəsadlar verə bilər və pasiyent üçün diskomfort ola bilər. 10-15 il bundan əvvələ qədər ağız daxili metodla Hammer boşluğunun əməliyyatlarını çox edirdik biz. Sonra endoskopik üsuldan sonra artıq daha rahat xəstələr bu əməliyyatı keçirir. Bu gün imkanlarımız daha genişdir. Çünki dediyim kimi endoskopla əməliyyat edirik. Endoskoplar 0, 30, 70 dərəcədə fərqli endoskoplarımız var. Bunlarla biz Hammer boşluğunun hər bir divarını əməliyyat zamanı çox rahat şəkildə görürük və xüsusi instrumentlərlə orada yerləşən hər bir istər yad cisim olsun və yaxud da ki, patoloji dediyimiz kimi kistalar, poliplər və s. bunları rahat şəkildə çıxardırıq. Önəmli məqam da odur ki, əməliyyat sonrası reabilitasiya dövrü daha tez və komfortlu şəkildə keçir. Bununla da pasiyent əməliyyatdan sonra daha bir qısa zamanda normal həyatına qayıtmış olur. Doktor, stomatoloqla maraqlanan bir neçə məqam var. Məhz biz kompüter tomoqrafiya eləyirik və Hammer boşluğunun içərisinin dolu olduğunu, hər hansı bir iltihab prosesinin və yaxud da poliplərin olduğunu görürük. Amma biz orada sinus lifting etməliyik, açıq sinus lifting. Bu zaman taktika necə olmalıdır? Biz bunu birbaşa qulaq burun boğaz həkiminə göndəririk. Bildiyiniz kimi Hammer boşluğunun içərisində Schneider membranı var və biz əməliyyat vaxtı həmin membranı qaldırıb ora sümük toxuması əlavə edirik. Biz əgər Hammer boşluğunun içərisi dolu olan zaman biz açıq sinus lifting edə bilərikmi? Bu birinci sual. Maraqlı sualdır.
Burada məsələ nədir? Normalda Haymer boşluğu çox nazik bir qat sellikli qişa ilə örtülüb. Bu selli qişanın ümumiyyətlə əsas funksiyası nədir? Mucociliar clearance dediyimiz bir funksiyası var. Eynən istər burun daxili olsun, istərsə də burun ətrafı ciblər, bunlar eyni selli qişa qatı ilə bağlıdırlar. Funksiyası nədir? Bildiyiniz kimi burun ətrafı ciblərin bu əsas funksiyalarından biri istər bizim səsimizin yaranmasında rezonans, bəli, səs rezonansında böyük rol oynayırlar və bu boşluqlar nəticəsində başımız, yəni sümük skeletimiz daha yüngül olur. Çəkin azaldır. Bəli, çəkin azaldır və üçüncü önəmli məsələlərdən də biri tənəffüs zamanı havanın qızdırılması. Bəli, biz tənəffüs zamanı havanın isinməsi, təmizlənməsi və nəm olaraq ağciyərimizə keçməsidir. Əgər hər hansı bir sinusun girişində bir sıxıntı varsa və yaxud da bu giriş bağlıdırsa hər hansı bir səbəbdən bu selli qişanın şişkinliyi ola bilər və yaxud da poliplər ola bilər və yaxud da burun çəpərinin əyri olması ola bilər. Biz bilirik ki, burun çəpərinin bir neçə sahədə əyri olması var. Burnun aşağı keçəcəyi, orta keçəcəyi. Normalda sinus maxillaris çox nazik bir selli qişa səthi ilə bağlıdır. Və biz nəfəs aldığımız hava bütün burun ətrafı ciblərə normal şəkildə keçməlidir. Əgər hər hansı bir burun boşluğunun keçəcəyi, burun ətrafı cibin keçəcəyində bir patoloji proses varsa, sellikli qişanın şişməsi və yaxud da anatomik olaraq ensiz olması, məsələn, burun çəpərinin deviasiyası zamanı və yaxud da orta balıq qulağının şişməsi, konxabulyozası, bunlar hamısı uzun zamanda əlbəttə ki, burun ətrafı ciblərində patoloji prosesə gətirir. Bunun da nəticəsində sellikli qişa orada şişir və uzun müddətdə bu iltihabi proseslərə də gətirib çıxarda bilir. O yüzdən əgər əməliyyat öncəsi və mütləq şəkildə də kompüter tomoqrafiya olunur xəstə, orada sellikli qişanın şişkinliyini və yaxud da başqa bir patoloji proses görünürsə, dediyim kimi qulaq-burun-boğaz həkimi lazımdır. Burada niyə biz öncə qulaq-burun-boğaz həkimi tərəfindən müalicənin tərəfdarıyıq? Çünki Haymer boşluğunda olan şişmiş sellikli qişa qatı əlbəttə ki, istər-istəməz Schneider membranına, sinus lifting zamanı etdiyiniz Schneider membranının üzərinə oturmuş olur. Bununla da Schneider membranı daha gərgin olur və sizin orada apardığınız hər hansı bir manipulyasiya eyni zamanda Schneider membranını zədələmiş olarsınız. Və yaxud da ki, o iltihabi proses olduğuna görə daha çox qanamaya səbəb ola bilərsiniz. Etdiyiniz əməliyyatın nəticəsi olaraq iltihabi bir proseslə rastlaşa bilərsiniz. Bu da sizin apardığınız cərrahi əməliyyatın nəticəsinə çox təsir etmiş olar. İkinci məsələ isə hansı müddətdən sonra sinus lifting eləmək olar? Əlbəttə ki, burada biraz individual da yanaşmaq lazımdır. Çünki edilən hansı əməliyyatdan söhbət gedirsə, bəzi hallarda məsələn burunda inverted papillom olduğunda biz də daha çox radikal şəkildə əməliyyat eləyirik. Məsələn, burunun medial divarını götürərək daha böyük həcmdə əməliyyat edirik. Bu zaman məsləhət görərdik ki, 6 ay müddətində gözləyəsiniz. Yox, biz burada sadəcə sinus boşluğunu açaq, oranı ventilyasiya etməkdən deyiriksə, bu halda 3 ay yetərlidir. Bildiyiniz kimi, doktor, müasir dövrdə estetik tələblər çox olur. Necə insanlar Hollywood gülüşü istəyirlər, o cümlədən də burun estetikasına tez-tez gedirlər. Amma əfsuslar olsun ki, mən müşahidələrimdə görürəm ki, pis tənəffüs nəticəsində, burun çəpəri əyriyi nəticəsində diş sırasında qüsurlar əmələ gəlir. Bayaq vurğuladığınız kimi damaqda daralmalar və s. Amma xəstələr diş sırasını düzəltmədən, ortodontik müalicə almadan burun estetikasına müraciət edirlər və həm burnun estetik görünüşü, həm də qığırdaqda əməliyyat edirlər. Amma qüsur qalır. Ağız boşluğunda, diş çənə sistemində bu qüsur qalır. Bu nə qədər doğrudur? Ümumiyyətlə rinoplastikadan öncə ortodontik müalicə olunsa yaxşıdır, yoxsa ortodontik müalicə rinoplastikadan sonra icra olunsa daha doğrudur?
Burada məsələ odur ki, ortodontik müalicə daha uzun bir proses olduğundan, daha çox vaxt aldığından, o yüzden insanlar daha tez bir nəticə əldə etmək istəyirlər və rinoplastikaya müraciət edirlər. Bir məsələni bilmək lazımdır ki, əlbəttə ki, çəpərdə əyrilik varsa və ağızla mütəmadi nəfəs alırsınızsa, ağızda quruluq bu ağızda quruluğa səbəb olur, xoruldamaq, gecə xoruldamaları və yorğunluq, konsentrasiyanın itirilməsi, eyni zamanda tüpürcək ifrazının azalması və karies riskinin artmasına səbəb olur. Bunlar əslində hamısını pasiyentə əməliyyat öncəsi deyilməsi lazımdır ki, əməliyyatdan olan gözləntilərini pasiyent də bilməlidir. Burada bir məsələni qeyd eləyək ki, dediyim kimi ortodontik müalicə, Yəni breketlə müalicə. bəli, daha uzun müddətli olduğuna görə istər-istəməz biz estetika-dan danışırıqsa insanlar daha qısa zamanda, tez bir zamanda nəticə əldə etmək istəyirlər. O yüzden də rinoplastikanı ilk öncə seçirlər. Ancaq burada bir məsələni nəzərə alaq ki, əgər ciddi şəkildə deformasiya varsa, əgər üzdə çox güclü bir asimetriya varsa, mütləq şəkildə pasiyentə bunu açıq şəkildə demək lazımdır. Əlbəttə ki, belə bir pasiyentlərə əgər ortodontik bir müalicə planlaşdırılıbsa, mən də məsləhət görərdim ki, ilk öncə onu edib sonra rinoplastikaya müraciət etsinlər ki, rinoplastikadan sonra əgər ortodontik bir müalicə olarsa və dediyim kimi burada ciddi bir deformasiyadan söhbət gedir. Ortodontik müalicədən sonra əlbəttə ki, görülən rinoplastikanın da nəticəsi qane etməyə bilər. Ümumiyyətlə, burunla pis nəfəs almaq, bu həm də gecə xoruldamasına səbəb ola bilər. Ümumiyyətlə, pis burun tənəffüsü ilə yuxu apnoyası arasında nə kimi əlaqə var? İlk öncə onu deyək ki, apnoya yuxu zamanı ani olaraq bir neçə saniyəlik nəfəs almanın dayanması deməkdir. Bunun da bir neçə səbəbi ola bilər. Məsələn, yuxarı hava yollarında olan hər hansı bir kollaps, bu burunda olan hər hansı bir çəpər əyriliyi və yaxud da törəmələrin olması, boğaz ətinin şişkin olması, dil kökünün həcmli olması. O yüzden də əgər biz xoruldama və apnoyadan danışırıqsa, bunun müalicəsi mərtəbəli olmalıdır. Dediyim kimi, burun boşluğu, ağız boşluğu və yaxud da dil kökündə olan səbəblər araşdırılmalıdır və aradan qaldırılmalıdır. Bəzən endodontik müalicə zamanı, yəni diş kanallarının müalicəsi zamanı həkimlər hamur boşluğuna sementi, yəni silleri qaçırdırlar. Bunun nə kimi fəsadları ola bilər? O mütləq çıxmalıdırmı oradan, yoxsa orada qalsa uzun müddət heç bir problem olmaz? Əlbəttə ki, bu yağ cisimdir və yağ cismin boşluqda olması, sinus boşluğunda olması normal deyil. Uzun müddətdə orada qaldığında iltihabi proseslər ola bilər, göbələklər ətrafında yığıla bilər və problem odur ki, pasiyentlərin əksəriyyəti şikayətləri olmur. Şikayət artıq akut vəziyyətdə, iltihabi bir proses olursa, üzdə şişkinlik, burundan çirkin axması və ən pis hallarda sinonazal komplikasiyalar, ağırlaşmalar dediyimiz, məsələn, gözdə şişkinlik, göz qapağında qızartı kimi, şişkinlik kimi, ya belə bir komplikasiyalarla gəlirlər. Belə bir çox acil bir durumdur və mütləq şəkildə pasiyent o zaman əməliyyat olunmalıdır. Müasir dövr stresli, daha sürətli həyatda, ona görə insanlarda son ildə bruksizm və diş sıxmağı kimi patologiyalar daha tez-tez rast gəlinir. Amma mən bilirəm ki, diş sıxan zaman bəzən qulaq, burun, boğaz xəstəliklərindən insanlar səhv salır. Sizin rastınıza gəlmir bu cür şikayətlər? Pasiyentlərdə bruksizm varsa, dediyiniz kimi, yəni diş sıxmaları, belə bir halda əlbəttə ki, bunlarda üst sahəsində, qulaq ətrafında gərginliklər olur və bəzən də bunlar hətta özünü tinnitus kimi də, yəni qulaqda cingilti kimi də özünü bir üzə verir. O yüzden biz bruksizm olduğu xəstələrdə adətən massetra, botoks vuraraq biraz onu aradan qaldırmış olur. Və yaxud da ki, alternativ olaraq biz stomatoloqlara, üst çənə cərrahlarına göndəririk ki,
kapalar vasitəsilə Bəli, bu prosesi kontrol bruksizm edəsiniz. zamanı bir neçə irradiasiya olmuş ağrılar, baş ağrıları, boyun ağrıları və ən çox da qulaqda cingilti və qulaq ağrıları olur ki, bunun da müalicəsi müxtəlif spirit kappaları və gicgahçana oynağının disfunksiyalarının aradan qaldırılmasıdır ki, bu zaman biz yenə qulaq burun boğaz həkimlərindən müştərək çalışırıq. Mən təşəkkür edirəm dəvətiniz üçün. Düşünürəm ki, insanlarımız üçün maraqlı oldu. Əgər kimdəsə hər hansı bir sual yaranırsa, əlbəttə ki, bizə müraciət eləyə bilərlər. Doktor, dəvətimizi qəbul edib gəldiyinizə görə təşəkkür edirəm və tərəfdaşımız tərəfdən Kuraprox şirkətindən sizə gündəlik gigiyena vasitələrini təqdim edirik.